Azərbaycan ərazisində Azərbaycan prezidentinin, Azərbaycan digər dövlət rəsmilərinin getdiyi ərazilərə həm də siyasi institut rəhbərləri getməlidir. Mütləq. Bu mütləqdir. Bunun qarşısını almaq olmaz. Bu yanlış. Toplantılar olmalıdır. Və o baxımdan da hesab edirəm ki, Aygün xanım, ən ciddi məsələlərdən biri sadəcə qayıdış məsələsi deyil. Ümumiyyətlə bu məsələlərdə milli kadr məsələlərinin olmaması və milli təfəkkürə malik şəxslərin özəlliklə işğaldan azad olmuş ərazilərin yenidən qurulması, infrastrukturunun bərpası, qayıdış proqramının həyata keçirilməsi ilə bağlı səlahiyyətlər məhz bu şəxslərə tapşırılmalıdır. Siz təsəvvür edin ki, ən faciəvi məsələlərdən biri nədir? Qarabağ Dirçəliş Fondunun rəhbəri rusca danışır, rusca yazır, rusca satır. Yox, ingiliscəsi də var. O başqa. Xankəndində sülh məramlarının olması çox da faciəvi deyil, çıxacaqlar orada. Amma Şuşada rus dilində danışmaq faciədir. Azərbaycan hökumətinin oraya göndərdiyi, sən buranı bərpa edəcəksən dediyi adamların rus dilində danışması faciədir.